Bəzi toylar şadlıq üçündür, bəzi toylarsa ruhunuzu qurban vermək üçündür. 1990-cı illər Küveytin ən məşhur müğənnisi Nura Əltaka həyatın ən qanlı dəvətini alır. Gecə yarıdır. Nuraya sərvət dəyərində pul təklif olunur. Bir şərtlə. Toy sübh azanına qədər dayanmamalıdır. Lüks malikanəyə girəndə hər yer qızıl içində idi. Amma qonaqların baxışları onlar canlı deyil, buz kimi soyuq idilər. Musiqi sürətləndikcə rəqs edənlər özlərindən keçir. Birdən işıqlar titrəyir, Nura yerə baxır və qanı donur. Oynananların bahalı geyimlərinin altından tərs çevrilmiş keçi dırnaqları görünür. Onlar insan değildi. Onlar cəhənnəmdən gəlmişdilər. Nura bilir ki, əgər oxumağı dayandırsa, bu məclis onun sonu olacaq. O qorxu içində azan səsinə qədər şeytanla rəqs edir. Səhər açılanda isə nə villa var idi, nə də qonaqlar. Sadəcə boş bir xarabalıq və Nuranın bir gecədə ağarmış saçları. Deyilənə görə həmin gecə Nura səsini itirdi. Və siz necə? Ruhunuzu bir gecəlik sərvətə görə satardınızmı?